Salam, sentyabrın 26-sında keçirilən referendum başa çatdı. Bundan əvvəlki seçkilərdə olduğu kimi referendumda kameraların yaddaşına pozuntularla düşdü. Azadlıq Live-a baxırsınız, bizimlə qalın. Referendum qutulara topa bülten doldurulması, bir adamın 2 dəfə səs verməsi və digər pozuntularla keçdi. Müstəqil seçki ekspertləri deyir ki, referendum legitim deyil. Referendum yolu ilə konstitusiyaya nə əlavə olunur, nə dəyişdirilir? Bugün sentyabrın 26-sı Azərbaycanda referendum keçirilir. Azərbaycan konstitusiyasına dəyişikliklər təklifi xalq səs verməsinə çıxarılıb. Təkliflər ölkə başçısı İlham Əliyevdən gəlib. Konstitusiyada nələr, necə dəyişdirilir bu barədə az sonra danışacağıq. Səsvermə səhər saat 8-dən başlayıb. 5627 seçki məntəqəsində keçirilib və axşam saat 7-də başa çatıb. Seçicilərin Azadlıq Radiosuna ötürdüyü məlumatlara görə səsvermədə seçki pozuntuları müşahidə olunub. Məsələn, seçicilər iddia edir ki, Maşdağadakı 108 saylı məktəbdə yerləşən bir saylı məntəqədə seçici yaşına çatmayan 9-10-cu sinif şagirdləri səs verib. Yeni Yasamalda yerləşən Laçın rayon 121 saylı seçki dairəsində qutuya topa bültenlər atılıb. 12 saylı Qaradağ Binəqədi Yasamal seçki dairəsində 286 saylı məktəbdə yerləşən 26 və 27 saylı məntəqələrdə də karusel, yəni bir adamın bir neçə dəfə səs verməsi müşahidə olunub və s. Hələ ki, bu kimi xəbərlərə Mərkəzi Seçki Komissiyasından münasibət bildirən olmayıb. Seçkidə pozuntu halları Azadlıq Radiosunun kamerasından da yan keçməyib. Əvvəlki seçkilərdəki kimi bu seçkidə də karusel əməliyyatı olub. Azadlıq Radiosuna göndərilən video kadrlarda qadın 23 saylı Nəsimiz Sabayı seçki dairəsinin 7 saylı məntəqəsində səs verir. İlk baxışdan qeyri-adi heç nə görünmür, ta ki onu başqa bir məntəqədə görənəcən. Həmin qadın daha sonra 6 saylı məntəqədə səs verir. Eyni olayı başqa bir qadın da təkrarlayır. Əvvəlcə 7, sonra 6 saylı məntəqədə səs verir. $23 saylı Nəsimiz Sabayıl seçki dairəsinin 12 saylı seçki məntəqəsində isə bir qadın fasilə ilə 2 dəfə qutuya bülletin alır. Eyni adam, eyni məntəqədə 2 dəfə səs verir. Karusel əməliyyatı ilə bağlı başqa məntəqələrdən də görüntülər yayınlanıb. MSK-dan isə bildiriblər ki, karusel ilə bağlı məlumatlar müxalifət uydurub. Elə pozuntular da var ki, onu birbaşa Mərkəzi Seçki Komissiyasının müşahidə kameralarından da görmək mümkündür. Məsələn, Binəqədi rayon 8 saylı seçki dairəsinin 3 saylı məntəqəsində qutulara topa bülletin atılır. Özü də müşahidə kameralarının önündə. 2 qadın qutuya yaxınlaşır, tez tələsi bülletinləri qutuya salıb oradan uzaqlaşır. Sabirabadda da qutuya topa bülletin atma görüntüləri elə müşahidə kameralarına da düşüb. Təkcə adi seçicilərin deyil, bəzi videolarda elə məntəqə üzvlərinin də qutulara topa bülletin attığını iddia edən videolar var. 15 saylı Yasamal 1-ci seçki dairəsi 21-ci məntəqəsində komissiya üzvlərindən biri olduğu güman edilən bir nəfər digərinə bülletinləri verir, o biri də davamlı olaraq gətirib qutuya atır. Eyni proses Cəlilabadda da baş verir. Meydan TV-nin yaydığı video görüntülərdə məntəqə üzvü qutuya bülletinləri atır və sakitcə gəlib yerində əyləşir. Sosial şəbəkələrdə və onlayn mediada yayılan bu görüntülərlə bağlı hələlik rəsmi qurumlar açıqlama verməyib. Bakıda səsvermə getdiyi vaxtda Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan səfirliyinin önündə aksiya keçirilib. Etirazçılar Azərbaycanda keçirilən referendumun əleyhinə çıxıblar. Mərkəzi Seçki Komissiyasının saat 5-ə olan məlumatına görə seçici fəallığı təxminən 64%-ə bərabərdir. Seçki günü Bakı sakinlərinə də üst tutmuşuq. Soruşmuşuq ki, bu səsvermənin nəyini bəyəndiniz, nəyini yox, hansı dəyişikliyə həvəslə səs verdiniz? Cavabları özlərindən eşitdik. Orada demək olar ki, bütün dəyişiklikləri mən bəyəndim və hamısına səs verdim. Qısa konkret. Belə baxanda hamısı maraqlandırırdı. Yəni, mən səsimlə o dəyişəcək deyildi. Vətəndaşlarımızın da aktivliyi çox pisdir. Çünki uzun illərdir mən müşahidəçiyəm ki, heç kim gedmir. Mən sadəcə öz vətəndaş pozisiyamı, öz fikrimi gedib bildirdim, münasibətimi. Təbliğat düzgün aparılmayıb, nəyə görə yaxşıdır, niyə görə belə olmalıdır, nə dəyişilir, niyə görə dəyişdiririk, bundan əvvəl boşluq mu var idi,
Niyə öz konstitusiyamızı dəyişdiririk? Niyə Məmməd Əmin Rəsulzadənin qanunlarına əl atırıq bir sözlə deyim? Nəyə görə? Başqa ölkələrdə referendum olmur. Sizcə onlar yaxşı yaşamır? Mən bu seçkini bəyənirəm, referendum lazımdır. Çünki Azərbaycanda İlham Əliyevə alternativ yoxdur. O bizi demokratik respublikaya aparır və dünyada tanıtır. Bütün bəndlərdən xoşum gəldi, hamısına da hə yazdım. İştirak elədinizdə seçkilərdə? Eləmişəm, indi mən nə bilim hansı bəddir, mənim başım çıxmır, sən qadan alır. Bəs nəyə səs verdiniz? Nəyə səs verdim? Ona səs verdim ki, qoy mənim millətim yaxşı yaşasın, müharibə olmasın, sülh olsun. 54-cü bəndi mən baxdım, orada oxudum. Bütün müqavilələr var idi mi? Bəndlər. Sözümüz yadımdan çıxıb. Amma xoşum gəldi, yaxşı idi. Məsələ biz o ediləcək dəyişikliklərin bala necə də sülh deyirlər rusca, batini mənasına dərk eləməli idi və onları hüquqşünaslar, alimlər müzakirələr aparılmalı idi. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da referendumla bağlı şərh verib. Deyib ki, referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post-neft dövründə effektli idarəçilik sisteminin yaradılmasıdır. Ciddi islahatlar gözlənilir və artıq başlayıbdır. Bilirsiniz ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev 2016-cı ili Azərbaycanda islahatlar ilə elan edibdir və islahatlar artıq başlayıbdır. Azərbaycan post-neft dövrünə əlbəttə hazırlaşırdı, amma belə tezliklə post-neft dövrünün gələcəyini biz gözləmirdik. Cənab Prezident özü bəyan elədi ki, post-neft dövrü bizi qəfil yaxaladı və buna müvafiq olaraq da Azərbaycanda dərhal operativ, belə deyək, çevik islahatlar keçirilməsi Prezident İlham Əliyev tərəfindən irəli sürüldü. Hal-hazırda o islahatlar paketi artıq qəbul olunubdur. İslahat qatarı, belə deyək, artıq dəmir yola buraxılıbdır və bu işdə ölkənin bütün deməli həm inzibati, həm iqtisadi, həm insan resursları səfərbər edilməkdədir. Odur ki, referendum təşəbbüsünün əsas səbəblərindən elə biri də Azərbaycanda post-neft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektli idarəçilik sisteminin yaradılması və mövcud, belə deyək, bürokratik idarəçilikdə ki, o mexanizmlərin aradan qaldırılmasıdır. Ona görə də əlbəttə bu referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa, o biri tərəfdən qarşıda Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır ki, Müxalif Milli Şura bu seçkiləri boykot edib. Mərkəzi Seçki Komissiyası Müsavat Partiyasının təşəbbüs qrupunu qeydə almayıb. Real Hərəkatı üzvlərinin həbsindən və baskılardan sonra geri çəkilib. Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov deyir ki, seçkiləri rəsmi müşahidə etmək hüququ olmasa da sosial mediada yayımlanan videolardan görünür ki, seçkilər legitim olmayıb. Seçici aktivliyi çox aşağıdır. Səhər saatlarında müəyyən karusel əməliyyatları vasitəsilə seçicilərin görüntüsü yaradılsa da, amma gerçəkdən xalq bu prosesdə ümumxalq səs verməsi kimi yanaşmır və hər hansı bir aktivlikdən və seçkilərin rəsmi, legitim nəticələrindən söhbət gedə bilməz. Çünki seçki məcəlləsinin tələbinə görə 25% ən azı seçici iştirak etməlidir. Günün sonunda mən heç bir sürpriz gözləmirəm. Bu nəticələr təbii ki 50%-nin üzərində rəsmi rəqəmlə nəticələnəcək. Amma əslində bu gerçəkliyi ifadə etmir. Topa bülletenlərin atılması, məntəqədə olmayan, qeydiyyatda olmayan şəxslərin səs verməsi və yaxud da ki, bir şəxsin yerinə başqa şəxslər tərəfindən səs verilməsi, yəni vətəndaş özü gəlib öz adının qarşısında başqalarının artıq imza attığının şahidi olur. Referendum aktı layihəsində Konstitusiyaya 29 maddə üzrə 39 əlavə və dəyişikliklər irəli sürülür. Söhbət hansı dəyişikliklərdən gedir və bu dəyişikliklər əslində nə vəd edir? Reportaja baxaq. Sentyabrın 26-sında Azərbaycan Konstitusiyası referenduma çıxarılır. Ana qanunun 29 maddəsinə dəyişiklik təklif edilir. Konstitusiyada nələr, necə dəyişəcək? 29-cu maddəyə təklif olunan dəyişiklik. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Tənqidçilər bu dəyişikliyin hazırda torpaq sahibi olanların hüquqlarını məhdudlaşdıracağı, hətta torpaqların onlardan alına biləcəyini deyir. 49-cu maddəyə təklif. Hər kəsin başqaları ilə birlikdə dövlət orqanlarını xəbərdar eləməklə
ictimai qaydanı və ictimai əxlaqı pozmamaq şərti ilə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var. Hüquqşünaslar hesab edir ki, bu maddəyə hə deməklə hökumətə sərbəst toplaşma azadlığını daha çox məhdudlaşdırmaq hüququ verilir. Biri orada bir qışqırdı, deyəcək ki, siz ictimai qaydanı pozdunuz, ictimai əxlaqı pozdunuz. Yəni öz imkanlarını, mitinqlərə qanunsuz müdaxilə imkanlarını genişləndirmək məqsədi ilə ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərti ilə ifadəsini əlavə edirlər. Konstitusiyaya yeni əlavə olunan 98.1 maddəsi. Milli Məclis bir il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə, yaxud Prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın idarə heyətinin kollegial fəaliyyəti üçün zəruri sayda üzvləri təyin eləmədikdə, habelə bu Konstitusiyanın başqa maddələrində göstərilən vəzifələrini icra etmədikdə, Prezident parlamenti buraxır. Şərhçilər hesab edir ki, bu dəyişiklik Prezidentin xalqın təmsilçilərindən ibarət olan Milli Məclisə təzyiq imkanını artırır. 100-cü maddəyə dəyişiklikdə təklif olunur ki, prezidentlik üçün yaş limiti götürülsün. Yəni 18 yaşı tamam olan, seçib seçilmək hüququ olan hər kəs prezident seçilə bilsin. Tənqidçilər deyirlər ki, bu demokratiyanın geriləməsidir. İlham Əliyev öz övladlarının prezident seçilməsi üçün imkan yaradır. 101-ci maddədə təklif olunur ki, prezident seçkisi indiki kimi 5 ildən yox, 7 ildən bir keçirilsin. Bu dəyişikliyi də şərhçilər prezident hakimiyyətinin hədsiz möhkəmləndirilməsi kimi izah edirlər. 7-ci maddədə yazılır ki, Azərbaycan dövləti demokratik hüquqi dünyəvi unitar respublikadır. Demokratik hüquqi dövlətin prinsiplərindən biri də seçkilərdir. Yəni orada bütün hakimiyyət, bütün deməli səlahiyyətli məsələlər seçki yolla formalaşdırılır. Sən burada seçkidən biraz da qaçırsan, yox biz hər 5 ildə 3 il seçki keçirdirik. Ona görə bunu 7 il edirik ki, seçki bizdə az olsun. Seçki məsuliyyət deməkdir. Seçki prezidentin hesabatı deməkdir. Seçki prezidentin fəaliyyətinə verilən qiymət deməkdir. Konstitusiyaya yeni əlavə olunan 103.1 maddəsinə görə prezidentin 2 müavini vitse-prezident olacaq və onları prezident özü təyin eləyəcək. Dövlət başçısı səlahiyyətlərini hər hansı səbəbdən icra eləyə bilmədikdə, onun səlahiyyətləri sırası ilə vitse-prezidentlərə keçəcək. Tənqidçilər hesab edir ki, dəyişiklik Konstitusiyanın özünə ziddir. Çünki vitse-prezidentləri xalq seçmir, onlar prezidenti əvəzləyə xalqı təmsil edə bilməz. 12 saylı dairə seçki komissiyasının 10 saylı məntəqəsində komissiya üzvü bülteni işarələyir, aparıb qutuya atır. Şərhsiz videonu təqdim edirik. Bugünə bu qədər. Qarşınıza çıxan mühüm və maraqlı hadisələri video və fotoyu çəkib göndərin, yayımlayaq. Sağ olun, azadlıqda qalın.
This is Radio Free